Salam, bugün biz iki qat mayalanmadan danışacağıq. İki qat mayalanma prosesinə keçməmişdən əvvəl çiçəyin quruluşuna nəzər yetirək. Deməli, çiçək ibarətdir çiçək yatağından və çiçək saplağından. Çiçək saplağının genişlənmiş hissəsi çiçək yatağını əmələ gətirir. Hansı ki, çiçək yatağı çiçəyin digər hissələrini öz üzərində saxlayır. Burada biz kəsə yarpaqlarını görürük. Kəsə yarpaqlarından da əlavə burada rəngarəng ləçəkləri görürük. Ləçəklər həm tozlayıcı həşəratları cəlb etmək üçündür, həm də daxildə olan əsas orqanları qorumaq üçündür. Keçək çiçəyin əsas hissələrinə. Çiçəyin əsas hissələri erkəkcikdir və dişicikdir. Erkəkcik tozluqdan ibarətdir və erkəkcik sapından ibarətdir. Tozluqda tozcuq dənələri yerləşir. Hansı ki, bu tozlama vaxtı artıq tozluqdakı hüceyrələr yetişir və ətrafa yayılır. Dişicik isə dişicik ağızcığından, sütuncuqdan və yumurtalıqdan ibarətdir. Ağızcıq tozcuqları tutub saxlamaq üçün uyğunlaşmışdır. Kələkötürlü və yapışqanlı olur. Sütuncuq ağızcıqla yumurtalıq arasında əlaqə saxlayır. Yumurtalıqda meyvə əmələ gəlir. Yumurtacıqda isə, yumurtalığın daxilində olan yumurtacıqda isə toxum əmələ gələcək. Baxaq, yumurtacığın quruluşuna diqqət yetirsək, burada yumurtacıq bir başqa cür verilibdir. Yumurtalığın daxilində bir neçə yumurtacıq verilib. Deməli, buradan əmələ gələcək çox toxumlu meyvə. Əgər burada bir yumurtacıq olsaydı, bir toxumlu meyvə əmələ gələcəkdir. Və yaxud çiçəyin içərisində bir neçə dişicik əmələ gəlsəydi, buradan çox toxumlu, yəni çox toxumlu yox, mürəkkəb meyvə əmələ gələrdi. Məsələn, çiyələk, moruq, böyürtkən kimi meyvə əmələ gələ bilərdi. Baxaq indi iki qat mayalanma prosesinə. İki qat mayalanma prosesini Navaşin kəşf etmişdir. O zambaq fəsiləsindən olan bitkiləri tədqiq edərkən iki qat mayalanma prosesini aşkara çıxartmışdır. İki qat mayalanmanın getməsi üçün əvvəlcə tozlanma getməlidir. Tozlanmanın da növləri haqda yəqin ki, artıq tanışıq. Öz-özünə tozlanmadır, çarpaz tozlanmadır, süni tozlanmadır. Baxaq indi burada baş verən proseslərə. İlk əvvəl biz tozluğa nəzər yetiririk. Tozluqdakı hüceyrələr, yəni tozcuq hüceyrələri mitoz prosesi keçirərək ana tozcuq hüceyrəsinə əmələ gətirir. Mitoz prosesi zamanı 2N xromosom dəstinə sahib hüceyrə əmələ gəlir. Daha sonra ana tozcuq hüceyrəsi meyoz prosesini keçirir. Meyoz prosesi nəticəsində 4 ədəd kiçik hüceyrələr əmələ gəlir. Kiçik olduğuna görə biz bunları mikrosporlar adlandırırıq. Mikrosporların əmələ gəlməsi ilə qeyri-cinsiyyətli mərhələ, yəni sporogenez başa çatır və başlayır gametogenez mərhələsi. Əvvəlcə bir nüvəli olan mikrosporlar mitoz prosesini keçirərək iki nüvəyə çevrilirlər. Bu nüvələrdən biri generativ, digəri isə vegetativ nüvədir. Hansı ki, bunların hər biri haploid xromosom dəstinə sahibdir. Sonra, deməli, artıq burada spermilər əmələ gəlir. Spermilər necə əmələ gəlir? Generativ nüvə ya dişiciyin ağızcığına düşəndə iki yerə bölünür mitoz prosesi ilə, 2 dənə spermi əmələ gəlir. Ya da ki, dişiciyin ağızcığına düşəndən sonra tozcuq borusu əmələ gətirir. Tozcuq borusunun içərisində bəzən də bölünür, 2 dənə spermi əmələ gətirir. Artıq burada tozcuq tozlandırmağa, yəni mayalandırmağa hazır qabiliyyətdə dayanıb gözləyir. Baxaq indi görək dişicikdə nələr baş verir. Dişiciyin içərisində yumurtalığın daxilində yumurtacıq yerləşir. Yumurtacıqdakı hüceyrələr də mitoz prosesini keçirərək ana hüceyrə əmələ gəlir. Hansı ki, ana hüceyrə diploid, yəni 2N xromosom dəstinə sahib olur. Sonra ana hüceyrə meyoz prosesinə məruz qalır. 4 dənə haploid, yəni N saylı xromosom dəstinə sahib hüceyrələr əmələ gəlir. 3-ü daxili mühtəviyyata qarışaraq məhv olur. Biri isə makrospor adlanır və bu makrospor Ruşeyn kisəsinə başlanğıc verir. Makrosporla artıq
Qeyri-cinsiyyətli mərhələ bitir, cinsiyyətli, yəni gametogenez mərhələ başlayır. Gametogenezdə nə baş verəcək? Gametogenezdə 7 ardıcıl mitoz prosesi baş verəcək. Birinci mitoz makrosporun nüvəsinin bölünməsi ilə başlayır. Daha sonra 2 nüvəli ruşeym kisəsi əmələ gəlir və bunların hər biri də ikinci və üçüncü mitozu keçirəcək. Sonra 4 nüvəli ruşeym kisəsi əmələ gəlir. Bunlar da 4, 5, 6 və 7-ci mitozu keçirərək sonda 8 nüvəli ruşeym kisəsi əmələ gəlir. 8 nüvəli ruşeym kisəsində nə baş verir? Bir dənə nüvə yuxarı qütbdən, bir dənə nüvə aşağı qütbdən gəlir mərkəzdə birləşirlər. Mərkəzdə birləşəndən sonra onların ətrafında xüsusi plazma toplanır ki, artıq bunlar sərbəst hüceyrə adlanırlar. Baxaq indi ruşeym kisəsində nə baş verir, ona nəzər yetirək. Buradan deməli dişiciyin quruluşunu çəkək. Deməli dedik, dişiciyi yumurtalığının içərisində ruşeym kisəsi yerləşir. Ruşeym kisəsində mərkəzdə 2 dənə nüvə birləşir, mərkəzi nüvəni əmələ gətirir, hansı ki 2N xromosom dəstinə sahibdir. Aşağıda 3 dənə hüceyrə, yuxarıda da 3 dənə hüceyrə qalır. Aşağıdakı 3 dənə hüceyrənin biri, hansı ki mikropile hissəsi var ki, ruşeym kisəsinin giriş hissəsi adlanır bu. N xromosom dəstinə sahib biri yumurta hüceyrəni əmələ gətirir. Digərləri də N xromosom dəstinə sahibdir. Bunlar nə funksiyası yerinə yetirəcək? Yuxarıdakı 3 dənə hüceyrə yumurtacığın qidalanmasını təşkil edir. Aşağıdakı 2 dənə hüceyrə də ruşeym kisəsinə daxil olan tozcuq borusunun uc hissəsinin dağıdılması funksiyasını yerinə yetirir. Xüsusi maddələr ifraz edir ki, tozcuğun uc hissəsi, yəni tozcuq borusunun uc hissəsi dağılır. Deməli, ağızcığa tozcuq dənəsi düşmüşdü. Bu tozcuq dənəsi tozcuq borusunu əmələ gətirir. Tozcuq borusunun içərisində öndə vegetativ nüvə, qırmızı ilə işarələyirəm. Bir qədər geridə isə 2 dənə spermilər gəlir. Hansı ki bunlar gəlir mikropile hissədən daxil olur ruşeym kisəsinə. Daxil olanda vegetativ nüvə yenə daxili mühtəviyyata qarışaraq məhv olur. Spermlərin biri yumurta hüceyrəni mayalayır, digəri mərkəzi hüceyrəni mayalayır. Və spermlər də hər biri N xromosom dəstinə sahib olur. Deməli, N xromosom dəstli yumurta hüceyrə ilə N xromosom dəstli spermi birləşərək 2N xromosom dəstli zigotu əmələ gətirəcək. Zigot da sonradan ruşeymə başlanğıc verəcək. Sonra mərkəzi hüceyrə 2N xromosom dəstinə sahibdir. N xromosom dəstli spermi ilə mayalanaraq 3N xromosom dəstinə sahib endospermi əmələ gətirəcək. Endospermdə ruşeymin qidalanmasını təmin edəcək ehtiyat qida maddələri toplanır. Baxaq indi mayalanmada iştirak edən hüceyrələrə. Mayalanmada iştirak etdi bir yumurta hüceyrə, bir spermi, daha sonra bir mərkəzi hüceyrə və yenə ikinci bir spermi. Deməli, ümumilikdə 4 hüceyrə mayalanmada iştirak edir və ona görə də bu 2 qat mayalanma adlanır. Çünki burada 2 dənə hüceyrə mayalanır. Bir yumurta hüceyrə, bir də mərkəzi hüceyrə mayalanır. Mayalanmada iştirak edən xromosom daha doğrusu mayalanmada iştirak edən hüceyrələrin xromosom yığımı 2N üstəgəl 3N edəcək 5N. Deməli, bunlar mayalanmada iştirak edən hüceyrələrin xromosom yığımlarının cəmidir. Mayalanmada iştirak etməyən hüceyrələri hesablasaq, 3 dənə yuxarıda 3N, 2 dənə də aşağıda 2N edəcək 5N. Bunlar da mayalanmada iştirak etməyən hüceyrələrdir. Baxaq indi bunlara aid testlərə nəzər yetirək. Əvvəlcə buna nəzər yetirək. Deməli, burada çiçəyin quruluşunu görürük. Çiçək saplağıdır və çiçək saplağı görürük mü? Başlanğıc verib, yəni meyvənin saplağını əmələ gətirir. Yumurtalıqdan meyvə əmələ gəlir. Yumurtalığın daxilindəki yumurtacıqdan pomidorun toxumları, yumurtalığın divarından meyvə yanlığı əmələ gəlir. Yumurtacığın divarından toxum qabığı
əmələ gəlir. Meyvə yanlığı yumurtalığa aid olduğu üçün ananın xüsusiyyətlərini daşıyır. Toxum qabığı yumurtacığın divarı olduğu üçün yenə ananın xüsusiyyətini daşıyır, yəni ana bitkinin xüsusiyyətini daşıyır. Yumurta hüceyrə ilə sperminin birləşməsindən əmələ gələcək 2N xromosom dəsli ruşeymdə həm ata, həm ananın xüsusiyyətlərini daşıyır. Çünki bir anadan, bir atadan götürüb. 2N xromosom dəsli mərkəzi hüceyrə ilə N xromosom dəsli sperminin birləşməsindən 3N xromosom dəsli endospermdə həm atanın, həm ananın xüsusiyyətlərini daşıyacaq. Anadan 2N götürdüyü üçün daha çox ananın, atadan N götürdüyü üçün az miqdarda da atanın xüsusiyyətlərini daşıyacaq. Test tapşırıqlarına baxsaq, deməli, burada belə bir test tapşırığı verib bizə. Deyir, çiçəkli bitkidə 2 qat mayalanma zamanı mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosomlarının sayı 77-dir. Yumurta hüceyrənin xromosom sayını bizə verib. Biz də yumurta hüceyrəni N ilə işarə etmişdik. N 21-dir. Tez mən buradan 2N, yəni mərkəzi hüceyrəni taparam mı? 21-i vururam 2-yə, eləyir 42. Bu da oldu mərkəzi hüceyrə. Ümumilikdə ana bitkidən burada nə qədər xromosom dəsti var? 63. Bizə də verib ümumi 77-dir. Tez 77-dən 63-ü çıxaram. Yerdə qalacaq 14. Deməli, bu 14 2 dənə spermiyə aiddir. 2 spermi. 2 dənə spermiyə aiddir. Bunu bir dənə səliqəli yazım. Deməli, bir spermi nə qədər olacaq? Onda bir spermi 7, digər spermi də 7 xromosom dəstinə sahib olacaq. Bizdən nəyi soruşur? Diploid xromosom dəstini soruşur. Elə bunun özü 2N'dir, diploiddir. Burada da 2N xromosom dəsli ana bitki 42-dir. Biz də bilirdik ki, əgər ox atırsa bu ata bitkidir, əgər güzgüyə baxırsa bu ana bitkidir. Cavabımızda E variantı ox atan 14, güzgüyə baxan 42-dir. Digər test tapşırığına baxaq. Burada da deyir ki, öz-özünə tozlanan bitkilərdə bilavasitə 2 qat mayalanmada iştirak edən hüceyrələrin xromosom yığımı 25N'dir. Biz də bilirdik 2 qat mayalanmada bayaq 5N xromosom yığımlı hüceyrələr iştirak elədi. Nəyə bərabərdir? 25 N'ə bərabərdir. Ondan buradan N 5-ə bərabər olar. Deməli, N 5-dir. Bizdən də spermilərin xromosom yığımını soruşur. Spermində bilirdik N üstəgəl N, o da eləyəcək 10N. Cavabımız olacaq C variantı. Mənim deyəcəklərim bu qədərdir. Əgər nəsə əlavə sualınız olsa, komment bölməsinə yazsanız cavablayaram. Sağ olun.